Dəyərli izləyicilərim, hər birinizi xoş gördük. Bu günləri mən sizə Xırdalanda, tam mərkəzdə yerləşən Abşeron City yaşayış kompleksindən qanuni 3 otaqlı yelçəkən mənzil təqdimatına gəlmişəm. Video təqdimata başladım mənzilimizin qonaq otağından. Qeyd edim ki, təmiri şəxsi təmirdir. Təmirdə bahalı materiallardan istifadə olunubdur. Bura mənzilimizin belə gözəl, yaraşıqlı olan qonaq otağıdır. Təmiri çox idealdır. Bütün aksesuarlar demək olar ki, tam quraşdırılıb hazırdır. Bura mənzilimizin qonaq otağıdır. Qeyd edim ki, qonaq otağından və mətbəx hissəsindən eyvan hissəyə çıxışı var. Mənzilimiz yerçəkəndir. Bura mənzilimizin eyvan hissəsidir. Gördüyünüz kimi boşdur və eyvan hissədən də keçirik mənzilin təkrar qonaq otağına. Buradan keçdik mənzilimizin giriş hissəsinə. Video təqdimata giriş hissəsindən başlayıram. Geniş xol hissəsi var. Qranit olan əraziləri isti döşəmədir. Suyu, qazı, işığı daimidir. Mənzilimiz çox mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. Keçək mənzilin birinci yataq otağını sizə təqdim edeyim. Bura geniş olan böyük yataq otaqdır. Bütün aksesuarlar hamısı həqiqətən çox zövqlə quraşdırılıb və bahalı materiallardır, qeyd etdiyim kimi. Demək olar ki, bazarda belə bir təmirli mənzil çox azdır. Yeri, ərazisi tam olaraq ideal yerdədir. Burada isə belə güzgülü yığılıb difar üçün. Buradan keçirik mənzilin digər yataq otağına. Suyu, qazı, işığı daimidir, sürətli, iki lifti var. 24 saat mühafizə olunur. 95 kvadrat metrdən ibarət qanuni 3 otaqlıdır. Heydər Parkının tam 2 metr addımlığındadır. Yaxınlığından bütün marşrut dayanacaqları var. Kompleksin özündə liseyi var, bağça, məktəb çox yaxınlıqdadır. Bura sanitar qovşağıdır. Gördüyünüz kimi burada da aksesuarlar quraşdırılıb, duş kabinə yığılıbdır. Bunlar da çox bahalı materiallardır, istifadə olunubdur. Buradan isə keçək mənzilimizin adətən xanımların əsas çox istədiyi yer ərazi olaraq mətbəx hissəsi. Difara yığılmış bahalı mətbəx mebelini görürsünüz. Ev sahibi təkcə bu mətbəx mebelinə 5000 manat pul xərcləyibdir. Bura mətbəx mebelidir. Qeyd etdiyim kimi mətbəxdən də eyvana çıxışı var. Mənzillə bağlı sualınız olarsa profildə nömrəm qeyd olunub, əlaqə saxlaya bilərsiniz. Bura isə mənzilimizin mətbəxdən çıxdığımız eyvan hissəsidir. Burada isə yerləşir kombisidir, hal-hazırda işləkdir. Qeyd etdiyim kimi qranit olan əraziləri isti döşəmədir. Çox gözəl qiymətdir. Mənzilimiz yerləşir 13-cü mərtəbədə. Mənzillə bağlı sualınız olarsa profildə nömrə qeyd olunub, əlaqə saxlayın. Bazar qiymətinə görə çox yaxşı qiymətə təklif edir ev sahibi. Bu günə bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.